Bəzi insanlara baxırsan, deyir Allahı sevirəm, Allaha aşiqəm, amma soruşursan ki, gündəlik 5 vaxt namaz qılırsan, deyir vaxtım yoxdur. Ramazan ayları gəlib keçir, oruclarını tutmur. Amma dildə deyir Allaha aşiqəm, Allaha qurban olaram, subhanallah bu kimi sözlər deyir. Yəni Allah bizdən əməl istəyir, əməl, ortaya əməl qoyacağıq. Sevgimizi göstərmək üçün. Yəni dildəki sevgi, əgər əməl yoxdursa, dildəki sevgi faydasızdır, boş şeydir. Yəni o saxta sevgidir, həqiqi sevgi deyil. Həqiqi Allahı sevən insan əməl qoyacaq ortaya. Əməllə Allahı sevdiyini Allaha sübut edəcək, göstərəcək Allah Taalaya. Yoxsa insanların çoxunu dindirsən, onlar əlbəttə ki, dildə deyəcəklər mən Allahı sevirəm. Amma yaxınlaşıb soruşsan 5 vaxt namaz deyəcək qılmıram. Ramazan ayının orucu deyir tutmuram. Nəsə bir bəhanə gətirəcək, bir bəhanə uyduracaq. Ona görə sevgi tək dildə olmalı deyil, əməldə olmalıdır. Yəni ortaya əməl qoyacaqsan. Yenə deyirəm, Allah Taala bizdən əməl istəyir. Dildəki sevgi asan bir şeydir. Bunu hər kəs iddia edə bilər dildə Allahı sevdiyini. Amma baxın görün kim əməllə Allaha sevgisini göstərir. Ortaya əməl qoyur. Mühüm məsələ budur, yəni. Əməllə Allaha sevgimizi göstərmək. Bax əsl sevgi budur.